Yaş vaxtlarımız ekəm Rossiyaga poyezda yetkəndə apam qat etib göş qorup bərabər elədi. Aşı qat etib qorulan göşün təmi həligacha yadımda var. Bugün şu təmni yenə bir mərtə qaytarıb görsə hərəkət qılıb görəmiz. Biləmə aralarınızda sizdən bu nəyərsə boğan. Boğan olsa kommentariya yazıb gedəmiz. Kebabını qoruş üçün malını yumşaq çayından faydalandık, yəni yön qismindən. Göşünü kətdəliki bir boğumdan səl kəttaraq olan halda doğraldı. Göşə isə təbii ziravarlardan karabırç bilən qurutulğan kinza işlətdik. Öz xaxşıma qarab duz bərdim istərəm, şündəb sala verəslər. Göşünü yaxşılab aralaşdırdığımda yağı qızıb durğan qazana salıb qovurup başladım. Yaxşılab aralaşdırıb göşünün suyu çıxınca üstünü basırıb qoydum. Aradan 20 metr ötkəndən keyin qazanın qapqağını açıb suyunu yaxşılab sindirdim göşünü. Suları qaçıb yaxşılab qovurulğandan keyin bir kasa su bərdimdən yenə 15 minut dimlək qoydum. Görüp durğanlarınızın sulara kaçıp göğüşümüzden çıraylı renge gelip değer oldu. Göğüşünü yedimden yaşlık yadıma düştü. Lekin bu seferim 2 kusok göğüş yeyiş bana nasip etti. Çünkü ekem göğüşünü öze bilen Taşkent'e gitti. Xullas ekele sağ olsun, şılav için bir like basıp koyasılar.